Azərbaycan məktəblərinin birində 7 oktyabrdan bugünə kimi ölən İsraillilərin anım mərasimi keçirilib. Mərasim zamanı elektron lövhəyə unutmayacağıq yazılıb. Bəli, unutmayacağıq. Uşaq, qadın, qoca öldürməyi, özünə ibadət bilən siyonistləri unutmayacağıq. Uşaq-muşağı lövhəyə çıxardıb o siyonist leşlərini andıran, amma illərdə amansızca qətl edilən müsəlman əhalini yox sayanları unutmayacağıq. Güya mənim kol almamağımla nə dəyişəcək ki, deyib boykotu öz nəfsinə yedirməyən, hələ bir də özünə müsəlman deyən şüursuzları da unutmayacağıq. Doğrusunu Allah bilir, bu məktəbin Yahudi məktəbi olduğunu deyənlər də var. Yaxşı, deyəlim elə, indi məsələni tərsinə çevirək. Görəsən belə bir tədbirin mərhəmət sahibi müsəlmanlar qətl edilən Fələstinlilər üçün məktəb və ya bənzəri bir yerdə etsəydilər necə olardı? Heç ümumiyyətlə buna imkan verərdilərmi? Lap deyəlim belə bir şey oldu. Siz terrorçusunuz, terrora dəstək olursunuz. Ermənipərəst ərəbləri dəstəkləyirsiniz kimi cəfəngiyatları eşitməkdən məncə qaçına bilməzdik. Erməniyə dəstək verən Yahudilərin inqilabla hakimiyyəti gətirdiyi kukla bir prezidentdir. Biz belələri Qəzza ilə İordan çayının qərb sahilinin ayrı olduğunu da bilməzlər. Ümumiyyətlə Qəzzada sözü gedən o prezidentin heç hökmranlığı yoxdur. Amma belələrində nə var, elə yapışdırırlar damğını ermənipərəst. Birinci onlar başlatdı, onlar sivil əhalini qırdı və s. Bəs bugünə qədər öldürülən sivillər, bağışlayın, 76 illik işğala sizin bu sezondan baxdığınızı bilmirdik. Ya da onsuz da nə fərqi var ki, qalan 75 ildə elə müsəlmanlar ot kimi biçilmirdimi? Kimin nə vecinə? Fərqi yoxdur, istəyir müsəlmanlardan, istərsə də qarşı tərəfdən sivillərin, silahsızların öldürülməyini əlbəttə ki, biz terror adlandırar və dəstəkləmərik. Ancaq əlbəttə ki, dünya mediasında əlində oynadan Yahudi lobbisi istədiyi kimi kütlələri manipulyasiya edir və ikili standartı oynayırlar. Çox təəssüf, bizim xalqımız da bundan öz payını alıb. Dünyanı qana bulayasan və hələ də özünü məzlum kimi aparasan. Həqiqətən çox kədərləndim. Heç düşünmüsünüzmü? Görəsən bu insanlar nəyə görə bu işğalçılara dəstək olurlar? Axı nəyə görə işi gücü uşaq qətl edib, ana-ataları fəryada qərq edən caniləri dəstəkləyirlər? Çünki belə insanlarda İslam həssasiyyəti yoxdur. İslam bu sekulyar mentalitetin həyatında bir rol oynamır. Lap İslam həssasiyyətini qoyulur ağa. Belələrinin heç insanlıqdan belə payı yoxdur. Dünyada nə qədər insanları zülmə qarşı susmamağa, boykota dəvət edən qeyri-müsəlmanlar var. Çünki bu insanlar ən azından ən önəmli ortaq dəyərlərdən biri olan insanlıq məfhumunu itirməyiblər. Və bu da əlbəttə ki, çox yaxşı bir şeydir. Lakin sözü gedən bu tayfa lənətlənmiş Yahudilərin gücünə tapınan zülm yandaşı insanlardır. Xalqımız müharibə zamanı Yahudilərdən pul qarşılığında əldə etdikləri silahları sanki Yahudilər bunlara dədələrinin xeyrinə vermişlər kimi davranır və o alçaq uşaq qatillərini özlərinə qardaş elan edirlər. Bir dənə Allah üçün bu üz qızardıcı şərhlərə baxın. Yenə təzəliklə bir xəstəxananın həyətinə hücum edib insanları diri-diri yandırıblar. Yəqin bu dəfə də əlləri dəyib bilmədən partladıblar. Və o zülmün pik nöqtəsi artıq Qəzzada yaşanır. İndi biz bir il deyirik, bəs geridə qalan 75 ili göz ardı mı edəcəyik? Əlbəttə bunu edən bir güruh var. Dəccal Yəhudi qövmü və onların çəkmələrini yalayanlar.